Salam aleykum dəyərli tələbələr. İkinci dərsimizə xoş gəlmisiniz. Bugün biz əlifbanın təməl daşlarını qoyacağıq. Hazırsınızsa, ərəb əlifbasının ilk 4 hərfinin yazılışını və sirli dünyasını kəşf edək. İlk hərfimiz Ə. Onun yazılışına diqqət yetirin. Sərbəst formada o, yuxarıdan aşağıya çəkilmiş düz bir xətt kimidir. Birləşən formada isə özündən əvvəlki hərfə sağ tərəfdən birləşir. Yadda saxlayın. Ə hərfi öz-özlüyündə heç bir səs bildirmir. O yalnız köməkçi vəzifələr daşıyır. B, T və S hərfləri. İndi isə gəlin, formaca bir-birinə çox bənzəyən, lakin nöqtələri ilə fərqlənən 3 qardaş hərflə tanış olaq. Birinci, B hərfi. Diqqət edin, onun altında bir nöqtə var. Tələffüzü necədir? Azərbaycan dilindəki B səsi kimidir və incə səslənir. İkinci, T hərfi. Onun isə üstündə 2 nöqtə var. Azərbaycan dilindəki T səsi kimi tələffüz edilir. Bu da incə hərfdir. Üçüncü və ən xüsusi hərfimiz S hərfi. Onun üstündə 3 nöqtə var. Amma diqqət, bu adi S səsi deyil. Necə tələffüz edirik? Dilinizin ucunu yuxarı qabaq dişlərinizin arasına qoyun və azacıq çıxarın. S. Pəltək və incə bir səs. Bunu mütləq məşq edin. Yazı zamanı bilməli olduğunuz 3 qızıl qayda var. 1. İstiqamət. Ərəb hərfləri həmişə sağdan sola yazılır. 2. Birləşdirici xətt. Hərflər dostluq edərkən sol tərəflərini açırlar və uzanan xətt onları birləşdirir. 3. İstisna. Ə hərfi özündən sonra gələn, yəni sol tərəfdəki hərfə heç vaxt birləşmir. O sol tərəfdən əl uzatmaz. 2 yeni termin öyrənək. Birincisi, məxrəc. Bu, hərfləri tələffüz edərkən səsin ağızdan çıxdığı yerdir. Məsələn, bayaq F hərfini öyrənərkən biz onun məxrəcini izah etdik. İkincisi, transkripsiya. Kitabımızda Azərbaycan dilindən fərqli səsləri göstərmək üçün xüsusi işarələrdən istifadə edəcəyik. Məsələn, pəltək F hərfinin altından xətt çəkiləcək. Dərsi möhkəmləndirmək üçün özünüzü yoxlayın. 1. Ərəb hərfləri böyük və kiçik hərflərə bölünürmü? 2. Öyrəndiyiniz hərflərdən hansı bizim dilimizdəki kimi səslənmir? Yazmağa çalışın. B, T, B, F, F, T, F, B, T, T, F, T. Əziz tələbələr, bugünlük bu qədər. Tapşırıqları yerinə yetirməyi unutmayın. Növbəti dərsdə biz H, X və C hərfləri ilə tanış olacağıq. Allah amanında.